İzləyicilərim yazdılar ki, ağ tutun yarpağından çox dadlı dolma olurmuş. Mən də tut ağacı tapıb eləmə tənbəllik yarpaq yığdım. Bilirəm ki, çox izləyicilərim səhifəmə kəşfətdəki məhz dolma postlarımdan gəliblər. Mövsümüdür deyə bütün təriflənən yarpaqların dolmalarını ara sıra bişirməyə çalışıram. Çünki hər birinin dadı mənim üçün maraqlıdır. Ətimi hazırladım, keçirəm yarpağa. Çox qəşəng kövrək yarpaqlardır. Soruşa bilərsiniz ki, nəyə görə məhz ağ tut yarpağı? Elə mənə də maraqlı gəldi deyənə qara tutun yarpağından da dərdim. Müqayisə edəndə bilmirəm videodan görürsüz ya yox. Qara tutun yarpağı qara üzüm yarpağı kimi tüklüdür. Üzərinə qaynar su töküb biraz gözlədim. O dəqiqə yumşaldı. Ümumiyyətlə bilmirəm eşitmisiniz ya yox. Ağ tutun yarpaqları olduqca faydalıdır. Bu yarpaqların çayını dəmləyib səhər axşam ac qarnına içmək xüsusən də şəkər xəstələri üçün çox faydalıdır. Çünki şəkəri tənzimdə saxlayır. Hətta ağrı kəsici xüsusiyyətlərə də malikdir. İlk dəfə bükmək heç əlimə yatızdıra bilmədim, amma sonradan öyrəşdim. Biraz çəpəki bükmək daha rahat gəldi. Artıq dolmalarımı bükdüm, bitirdim. Onu da sizə deyim ki, tut yarpağı qətiyyən əli qaraltmır. Üzərinə heyva və limon dilimləri qoydum. İndi xanımlar mənə yazacaqlar. Heyva kələm dolmasında qoyulur. Limon isə dolmanı turş edir. Qətiyyən elə deyil, əksinə çox dadlı edir. Məncə yazmaq əvəzinə bir özünüzdə yoxlayın. Bu arada dolmaya heç bir su tökməmişdim. Çıxan yalnız öz suyudur. Bam odda qaynara düşəndən sonra təxmini 1 saata suyu çəkilir və yağa düşür. Sırf öz dadını bilmək üçün heç bir xamadan, qatıqdan istifadə etmədim. Özünün xüsusi spesifik dadı yoxdur. Ümumi dolmalar kimi üzüm yarpağına bənzəyir, daha yumşaqdır və dadı da çox xoşuma gəldi. Ən əsası da bilirsən ki, xeyirli bir yemək yeyirsən. Nə qədər mövsümüdür, siz də hazırlayın, nuş olsun.